Xoş gördük hər birinizi. Həmişə üzünüz gülsün. Yenə də gələn suallara cavab verməyə çalışıram. Xanımlarımızın həmişə üzə baxımı gündəmdə olubdur və düz deyirlər, belə də lazımdır. Retinol tərkibli kremlər, retinollar çox aktual mövzudur və çox da gözəldir. Həm dermatoloqlar tərəfindən bəyənilir, həm kosmetoloqlar, ümumiyyətlə insanlar tərəfindən. Amma heç də həmişə çox tərəflənən bir şey o qədər də yaxşı deyil. Yəni onun da bir yan təsirləri, bir qüsurları var, onu deyib. Düzdür, retinol səpkiləri aparır, üzdə olan günəş ləkəsi, melazma, səpkidən sonra yaranan ləkələri tədricən açır, elastikliyi bərpa edə bilir, üzümüzü qoruyur, qırışları azaldır. Bu kimi xüsusiyyətləri çoxdur. Amma yan təsirləri var, özünüzü qoruyun. Birinci növbədə hamilələr, süd verən analar retinolun nə daxilə, nə də üzə istifadə eləməsi məsləhət deyil. İkinci, artıq yazdı, retinol tərkibli preparatlar günəşdən birbaşa fotosensitizasiya verib üzü narahat edə bilər, allergiya verə bilər, qızartı, qabıqlanma verə bilər. Ona görə mütləq axşam istifadə edin. Səhər də günəş qoruyucu SPF-ləri hər 2 saatdan bir istifadə edin ki, həmən sizi bu retinollar narahat eləməsin. Və yaxud da ki, ilk başlayanda tez bir qabıqlanma, qızartı ola bilər. Buna görə də dozlarını az vurmaq lazımdır. Hətta həftə 2 dəfə vurub üzü ürgəşdirəndən sonra gündəlik retinol istifadəsindən keçmək lazımdır. Ona görə diqqətli olun. Nə isə bir probleminiz olanda həkimlərlə məsləhət eləyin. Allah amanda olun.